Dünyanın diqqət mərkəzində olacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının başlanmasına cəmi bir neçə gün qalır. WUF 13 rəsmən mayın 17-sində başlayır. Yəni dünyanın urbanistika ürəyi bu bazar Bakıda döyünəcək. Bununla əlaqədar paytaxtın tibb infrastrukturu tam hazır vəziyyətə gətirilib. Tibbi ərazi bölmələrini idarə etmə birliyi tabeliyindəki tibb müəssisələrində qonaqların və iştirakçıların təhlükəsizliyi üçün fasiləsiz və gücləndirilmiş iş rejiminə keçdiyini elan edib. Tədbir günlərində xüsusilə 4 böyük tibb müəssisəsi və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi fasiləsiz rejimdə çalışacaq. Mümkün risklər üçün hər bir təminat ən xırda detalına qədər hesablanıb. Yeni klinika, təcili yardım, uşaq reanimasiyası və əməliyyatxanalar tam hazır vəziyyətə gətirilib. Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxana, yoluxucu xəstəliklər üzrə xüsusi çarpayı fonda ayrılıb. Yəni hər hansı çatışmazlıq yoxdur. Mərkəzi Neftçilər Xəstəxanası, yanıq xəsarətləri üzrə ixtisaslaşmış tibb müəssisəsi olaraq forum günlərində yarana biləcək tibbi ehtiyacların yüksək səviyyədə qarşılanması üçün bütün zəruri hazırlıqlar tamamlanıb. Kliniki tibbi mərkəz zəhərlənmə hallarına qarşı operativ xidmətlərlə vətəndaşlara xidmət göstərəcək. Bəs forum günlərində texniki təminat yetərli olacaqmı? Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib. Həmçinin bu tədbir ərzində tədbirlə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəllik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb. WUF 13 çərçivəsində ayrılmış otellər və tədbirlərin keçirildiyi ərazilərdə tibbi yardım briqadaları gün ərzində fəaliyyət göstərəcəklər. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədi ilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulur. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət, yəni həkim, orta tibb işçisi və sürücülər üçün təlimlər təşkil olunub. Bununla yanaşı, WUF 13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardım göstərilməsi qaydaları üzrə praktiki biliklər verilib. Nigar Namik, Hüseyn Bağırov, Real.